Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdatan min lisani yefqahu qawli. İlk öncə özümə, dəyərli qardaşlarım, dəyərli müsəlmanlar, həmçinin sizə Allah Subhanahu taaladan haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətiniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca o böyük olan Rəbbimizdən qorxmaq, Allah Taalanın üzərimizdə olan əmrlərini yerinə yetirməyi, nəyi ki, bizlərə qadağan edibsə, nədən ki, çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla, yəni insan bu sifəti qazana bilər. Və bilin ki, cənnəti qazanmaq üçün ən böyük və ən başlıca səbəbdir hər bir müsəlmanın bu təqva sifətinə, yəni Allahdan qorxmağa. Çünki hər bir zaman müsəlman bir şey fikirləşməlidir və düşünməlidir və bilməlidir ki, Allah Subhanahu taala üzərimizə elə bir mələklər təyin edib ki, o mələklər etdiyimiz hər bir hərəkəti, hər bir kəlməni, hər şey qeyd alırlar. Və qiyamət günü hər bir şeydə açıq, aydın şəkildə yazılı olaraq Allah Taala o şeyləri hamısını qoyacaq qarşımıza. Ona görə də harda olmağımızdan asılı olmayaraq müsəlman bir kimsə Allahdan qorxmalıdır və bilməlidir ki, rəqib olan Allah Taalanın nəzarəti altındasan və hər bir şeydən xəbərdardır. Və heç bir şeydə elə belə yerə gelmir. Hər şeyə qeyd alınır. Ona görə də görürsən ki, hətta minik sürülənlər bilir. Bir görsən elə yerdən mini ilə keçirsən ki, heç xəbərin olmur, bir daha eləsən ki, filan yerdən sənə cərimə gəlir. Deyirsən ki, bu necə gəldi mənə? Hardan keçdim, hardan keçdim? İndi sən düşün ki, bu hələ dünyavi şeylərdir. Gör, Allah Taalanın mələkləri hər an səyinədilər. İnsan görsən gizlində qalır, insan görsən təklikdə qalır, insan görsən öz nəfsi ilə qalır. O elə anlar olur, görsən insan öz nəfsi ilə buraxılır. Eləyim bunu, yoxsa eləməyim? Harama gedim, yoxsa gedməyim? Nəfs sənə deyir ki, yox, ged, o haramı elə. Orada qəşəng pul var, nə bilim, filan şey var, orada qazanc var, filan. Sən əgər Allahdan qorxursansa, nəfsivə qalib gələcəksən. Allah qorxusu səni o haramdan neyini çəkindirəcək. Yox, əgər bir balaca nəfsivə tabi oldusa, şeytan səni alacaq və o ilə də gedəcəksən və ayılacaqsan ki, artıq o haramın içindəsən. Və əlhamdülillah, Ramazan ayı gəlir. Ramazan ayına bir şey qalmayıb. Və sələflər də dua edirlər ki, ya Rabbi, bizi mübarək Ramazan ayına salamatlıqla yetişdir. Və dua edirəm ki, bizi də Allah Taala bu Ramazan ayına çatdırsın. Çünki Ramazan ayı müsəlman üçün böyük bir neymət olan aydır. Fəziləti, bərəkəti, xeyri bol olan bir aydır. Hansı ki, bu ayda ibadətlər, dualar, Quran oxumaq, gözəl bir aydır. Hansı ki, müsəlman bacardıqca bu aydan çalışmalıdır ki, istifadə etsin. Və əlhamdülillah ki, Ramazana yaxınlaşırıq və bu Ramazan ayından öncəki bu Şaban ayıdır, hansı ki, biz o Şaban ayının içərisindəyik və Şaban ayı Ramazan ayına bir hazırlıq idi. Peyğəmbər sallallahu əleyhi və səlləm Ramazan ayı ilə Şaban ayı ilə Ramazan ayına nə edirdi? Hazırlıq edirdi. Ki bu ayda da orucları artırardı, tutardı ki, Ramazanı nə etsin? Hazır olsun. Ona görə də bu ayları da Allah Taala elə seçib ki, müsəlmanlar o etdikləri günahlardan, asiliklərdən bu aylarda, bu günlərdə, bu saatların hepsini təmizlənsinlər. Ona görə baxsaq, namazlar da dalbadal deyil. Hər namazın, o biri namazın arasında müəyyən bir vaxt var, hansı ki, Allah Taala verir bizə. Ki o vaxtdan vaxta etdiyimiz günahlar, dediyimiz yalanlar, danışdığımız sözlər, kəlmələr, hansı ki, asiliyə olan kəlmələr, sözlərə görə insan görsən, bu namazdan sonra o biri namazda nə edirsən? Allahdan istiğfar edirsən, bağışlanma edirsən, tövbə edirsən. İbadət əhlinin ibadət etməyəndən üstünlüyü odur ki, ibadət etməyən elə o günahlarına da davam edir. Onun üçün tövbə edəcək bir yer yoxdur. Amma ibadət əhli odur ki, indi günah etdisə, digər namazda o yadına düşür. O namazın səcdəsində dua edir, Allahdan bağışlanma dilir, istiğfar edir. Və əlhamdülillah ki, Allah Subhanahu taala yəni bizə belə bir fürsət verib. Üzünü yığışırıq.
Allah xatırlayır, Peyğəmbər s.ə.v-in sözlərini bir xatırlayır. Böyük bir nemətdir, fürsətdir. Ələxüsus da belə bir vaxtdır ki, hansı ki, görürsən ki, sosial şəbəkələrdə nə qədər günahlar desən var. Hansı günah desən var. Yəni, insanlar üçün artıq bu günahlar adiləşir. Əvvəl ola bilər kimsə utanırdı, həya eləyirdi. Nəsə çıxsın göstərsin, nəsə eləsin, gizlində eləyirdi. Qınaqdan qorxurdu ki, insanlar, cəmiyyət onu qınayacaq buna görə. İndi o heç kəsin nədir? Vecinə nədir? Yəni, kimsə qınasa da belə təsiri yoxdur, kimsə nəsə desə də xeyir yoxdur. Kim nə günah istəyirsə, açıq aydın şəkildə eləyir. Kim nə günah istəyirsə, açıq aydın onu nə edir? Danışır. Yəni, adiləşir bütün bu günahlar hamısı insanların gözündə. Ona görə də belə bir vaxtlarda görürsən ki, hətta məsələn, dinin üstünə gələnlər çoxalıb. Allahın dininin üstünə gələnlər çoxalıb. Əvvəllər insanlar qorxurdular, çəkilirdilər Allahdan danışmağa, Peyğəmbərdən danışmağa, Qurandan, dindən danışmağa. Çünki o şeyi toxunulmaz bilirdilər. Amma indi görürsən ki, insanlar aşırlar həddi. İnsanlar həddi aşırlar, cürət edirlər artıq, əl uzadırlar, başlayırlar danışmağa dindən. Müsəlmanlara toxunurlar. Sanki o, belə deyək də, sadaşırlar müsəlmanlara. Hicab məsələsi olsun və yaxud da görürsən ki, dinsiz, imansız, Allahdan uzaq olan bir kəs sənə gəlir, ağıl öyrədir ki, yox, lazım deyil hicab və yaxud da uşaqlara bu təzyiqdir, uşaqlara siz haqqına girirsiniz. Valideyn uşağın öz uşağının haqqına girir. Ona hicabı öyrətdiyinə görə onun haqqına girmiş olur. Amma başqa şeylər yox. Yəni, uşaq gedir, içki içir, siqaret çəkir, nə bilim, filan şey eləyir, o haqqı girmək deyil. Amma sən hicabı öyrətdiyinə görə, namazı öyrətdiyinə görə, uşağın haqqına girirsən. Olmaz belə. Ya, bu artıq baxırsan ki, hansı cəmiyyətlərdir, Avropa, qərb cəmiyyətlərinin hamısı elə də uşağı toxunmur. Toxundun, polisə verəcəklər sənə. Valideyni polisə verilir. Ki, sən uşağa niyə toxunursan? Allahu akbar. Ya, biz özümüz də elə böyümüşük. Valideynin bizi döyüb də, danlayıb da, vurub da. O şeylər hamısı bizi valideynlərin uzaqlaşdırıb. Əksinə bizi valideyni daha da bağlayıb, sevdirib. Bu günləri biz müsəlman ölkələrinə, müsəlman cəmiyyətlərinə baxsaq görərik ki, oğul və yaxud da qız ananın yanında olur həmişə. Bizlərdə niyə görə? Mesela xaricdə necədir? 10-15 yaşa satdı, 50 pula satdı, çıxır gedir. Bir də valideyn öləndə gəlir. Öylədir də, baxırsan da xaricdə yaşayanlara. Bir də valideyn öləndə gəlir, yadına düşür ki, valideyni var. Və yaxud da ildə bir dəfə zəng eləyə, xəbər tuta valideyni böyük bir şeydir. Amma müsəlmanlarda belə bir şey yoxdur. Müsəlmanlarda valideynin yanında böyük uşaq. Hətta böyük də olsa, 50 yaşı da olsa, 60 yaşı olsa, yenə də anası anasıdır, atası da atasıdır. Nə deyirsə, qulaq asır, danlığına da qulaq asır, sözünə də qulaq asır, hər şeyinə. Ona görə bu şeylər müsəlmanlardadır, bu dəyərlər. Müsəlmanlarda qorunur bunlar. Ona görə görürsən, bu günləri insanlar çıxır ki, hansı ki, çalışırlar ki, bu dəyərləri nə etsinlər? Yox eləsinlər, əl uzatsınlar, dil uzatsınlar bu şeylərə. Çünki müsəlmanlar da nə etməlidir? Əksinə daha da artırmalıdırlar. Yəni o batilini yaymaqda utanmır, amma sən haqqı yaymaqda nə etməməlisən? Utanmamalısın, çəkinməməlisən. Elhamdülillah. Sən Allahın sözünü deyirsən insanlara, Peyğəmbər sallallahu sözünü deyirsən. Ona görə də yəni çəkinmək, utanmaq olmaz. Əksinə nə etmək lazımdır? Artırmaq lazımdır. Əksinə dəvəti çoxaltmaq lazımdır. Hər birimiz, mən həmişə demişəm, hər birimiz dəvətçiyik. Hər birimiz dəvətçiyik, çalışmalıyıq ki, Allahın dinini, Peyğəmbər sallallahu sözlərini insanlara çatdıraq, insanlara öyrədək, insanlar bilsinlər ki, Allahın bizə əmr etdikləri nədir? Peyğəmbər sallallahu bizə öyrətdikləri nədir? Din insana pis şey öyrətmir ki. Din insana pis şey öyrətmir. Din insana nə öyrədir? Namaz qıl. Din insana nə öyrədir? Oruç tut. Namaz qıl, namaz səni deyir, fuhuş işlərdən çəkindirir. Oruç tut, oruç sənə çirkli, pis şeylərdən uzaqlaşdırır. Zəkat ver. Zəkat nədir? Kasıb küsublara əl tutmalıdır. Həc ibadətini elə. Həmçinin digər əməllər hansı ki, İslam dini bizə əmr edir. Baxırsan Peyğəmbər həyatına, Peyğəmbər sünnəsinə, Peyğəmbər həyatı hamısı xeyirdir. Xeyirdən başqa bir şey yoxdur. Xeyirdən başqa bir şey. Bu günləri əgər biri çıxırsa, deyirsə ki, hicabı az, o hicab taxmayın və yaxud da nə bilim, saqqal saxlamayın və s. O artıq o sözlərin arxasında onların pis niyyətləri var. Pis niyyəti var onun. Elhamdülillah. Niyə sən deyirsən ki, qız uşaqları hicab taxmasınlar, məktəbə gəlməsinlər və yaxud da müəllimə başını açsın, gəlməsin məktəbə. Bu müəllimədir, bu hicablandır. Sənə məktəbə onu götürəndə, sənə yəni, onun nəyi lazımdır önəmli olan?
Onun biliyi, savadı lazımdır sənə. Yox da. Həmin o fənni bilirsə, biliyi varsa, savadı varsa, elhamdülillah götür onun hicabının sənə nə aidiyyəti var və yaxud da onun saqqalının sənə nə aidiyyəti var. Mən əgər işlədiyim sahəni mükəmməl bilirəmsə, gözəl bilirəmsə, sən mənim biliyimə, savadıma qiymət verirsən, mənim saqqalıma baxıb demə ki, yox, bu saqqallıdırsa bunu işə götürmək olmaz. Yəni olmaz belə. Əlxüsusda biz elhamdülillah ki, bir müsəlman ölkəsində yaşayırıq. Yəni müsəlman bir ölkəsində yaşayırıq. Ona görə də məscidlər olan bir yerdir. Bayramlar, Qurban bayramı, Ramazan bayramı mükəmməl şəkildə keçirilən bir yerdir. Ona görə də bu şeylərdə insanlar çalışmalıdır ki, nə etsinlər? Müsəlmanlara hörmət etsinlər. Əksinə o şeyləri deyən insanlar müsəlmanlara hörmət etmir. Müsəlmanlara hörmət etmir. Sən o sözləri deməklə, o şeyləri eləməklə artıq müsəlmanlara nə edirsən? Dil uzadırsan, müsəlmanlara söz atmışsan, sadaşmış olursan. Niyə sadaşırsan? Biz sənə demirik ki, sən belə geyinmə, belə geyin. Necə istəyirsən ki, geyin, öz işindir, öz həyatındır. Lakin bizim həyatımıza nədir? Qarışma. Bizim işimizə qarışma, elhamdülillah. Müsəlmanlar çalışırlar ki, nə etsinlər? Öz həyatlarını Allahın və onun Peyğəmbərinin əmr etdiyi şəkildə qursunlar. Allah və onun Rasulunun əmr etdiyi şəkildə qursunlar. Salam. Deməli, burada Fudeyl ibn İyad rahiməhullahın bilirsiniz ki, böyük tabinlərdən biri olub. Deməli, onun nəsiyyəti var. 4 dənə nəsiyyətdir. Və deyir ki, ilk olaraq deyir ki, ölüm bir insana ölüm, yəni ölümü xatırlamaq. Deyir, nəsiyyət olaraq deyir, insana ölüm yəni kifayət eləyər. Yəni, sən əgər bir insana nəsiyyət vermək istəyirsənsə, ona ölümü xatırla. Bu ona kifayət edir. Həmçinin buradan da elə o insanlar hansı ki, hicaba qarşı danışırlar və yaxud da İslamın adət-ənənələrinə, İslamda olan gözəlliklərə qarşı danışırlar. Buradan onlara elə nəsiyyətimiz ki, ölümü xatırladır onlara ki, yəni fikirləşin ki, bir günləri bu dünyadan köçəcəksiniz. Və dediyiniz hər bir kəlmələrə görə Allah Subhanahu taala nə edəcək? Cavab verəcəksiniz. Çünki ölüm elə bir haldır ki, və Allah Taala'nın yaratdığı elə bir şeydir ki, ölüm hər bir kəs qəbul edir onu. İstəyir xristiyan olsun, istəyir yahudisi olsun, istəyir müsəlman olsun, istəyir dinsiz olsun, istəyir imansız, fərqi yoxdur. Hər biri bilir ki, insan bu dünyadan keçəcək. İnsan öz həyatına baxsa ki, necə başladı, Allah Taala onu bu dünyaya gətirdi, balaca bir uşaq idi, böyüyüb, bu günləri gəlib hansı yaşa çatıb, saçları ağarır. Bu ağarmaq, saçların ağarması var. Bu indi ola bilər elm tərəfdən kimsə onu izah edir ki, nə bilim buradan hansısa bir şeylərə çatışmır, saç başlayır ağarmağa. Bu Allah Taala'nın göndərdiyi elçilərdir. Ölümün deyir elçilərdir o, saçlar saqqala düşən və yaxud da saça. Ölümün elçiləridir ki, hansı Allah Subhanahu taala göndərir. Niyə görə uşaqda olmursan? Görürsən, yaşdaşda başlayır o şeylər çıxmağa səndə. Başlayırsan qırışmağa, yüz qırışır, göz qırışır. İndi kosmetik şeylər çıxır, biri yer burasını dartdırır, biri yer orası dartdırır. Xeyir olmur amma. Xeyir olmur. Biri orasını yekəldir ki, yox, qəşəng görsən. Yox, Allah Subhanahu taala sənə vaxt verir. O vaxt getdikcə də insan nə edir? Başlayır qocaldıqca da zəifləməyə. Allah Taala Quranda deyir, biz onu deyir, qocalığının ən düşkün, zəif vaxtına gətirir. İnsan yavaş-yavaş o gücünü itirir, hər bir şeyini itirir insan. Hər bir şeyini itirə-itirə gedir, zəifləyir. Çünki o yaşlı adamla cavan adam gücü eyni ola bilməz, mümkün deyil. Və yaxud da yaşlaşanda etdiyin şeyləri, cavan olanı sən etdiyin şeyləri yaşlaşanda sən edə bilməzsən. Ona görə insan bu şeyləri hamısı oturub fikirləşməlidir. Fikirləşməlidir ki, mən sabahlar dünyamı dəyişəcəm, Allahın qarşısına çıxacam. Və Allah Subhanahu taalanın Allaha qarşı, onun dininə qarşı dediyim hər bir kəlməyə görə Allaha cavab verəcəm. Din, qardaşlarım, yəni din maşın düzəltməyə, nə bilim, tibbdə işləməyə və yaxud da başqa bir şey sahələr kimi deyil. Ki, sən nə gəldi deyəsən, kim çıxdı dindən danışsın, belə bir şey yoxdur. Din Allah və onun Rasulunundur. Allahın dinidirsə, bütün bu kainat, bu hər bir şey Allahındırsa və biz Allaha məxsusuq da, bu din də Allahındır. Allah Taala bu dini göndərib, Quranı göndərib, Peyğəmbəri göndərib, o da bizə hamısı izah edib. O necə izah edibsə, o cürə də olmalıdır. O cürə də yaşamalıyıq. Və sən gəlib deyənməzsən ki, yox, indi müasir bir dövrdür. Gəlin belə eləyək ki, saqqalımızı biraz göstərək, saqqalımızı biraz azaldaq. Nə bilim, uşaqları gəl sıxmaya, hicab taxtırmaya, nə bilim, filan şey. Düşünlə məşğul olsan. Müğənnisən, git müğənniyi ver də.
Sən dindən niyə danışırsan? Siyasətçisən ki, siyasətlə məşğul ol. Nə bilim, blogersən ki, blogerlə elə. Dinlə sənin nə işin var? İnsanlar bekardılar. Kim tanınmaq istəyirsə, çıxır bir dənə mövzu ilə dindən danışır, o ilə də məşğullaşır. Özünə insanları cəlb edir, fikirləri cəlb edir. Vallahi ki, yəni yenə deyirəm o adamlara ki, din o birisi sahələr kimi deyil. O birisi sahələrdə nə isə çıx danışdı, hə. Onsuz da deyirlər. Amma dində elə şey yoxdur. Allah Subhanahu cəzalandıracaq. Yoxsa pis cəzalandıracaq o adamı. Çünki sən Allahın adından danışdın. Çıxırsan ki, yox, hicab lazım deyil, məcbur eləmir. Çıx məcbur. Allah Subhanahu deyir bunu. Namaz qılma, məktəbdə namaz qılma lazım deyil. Qoy məktəbdən sonra geyib qılarsan, institutdan sonra geyib. Allah Taala əmr edir. Məsələn, namaz sənin həyatında yemək içməyindən də belə vacibdir. Yeməyimi, içməyimi yemə, o namazını qıl. Vaxtında qıl. Ona görə insanlar yəni bu şeyləri hamısını nə etməlidir, fikirləşməlidirlər. Yəni ki, yəni bu gün deyirəmsə, sabahları mən Allahın qarşısında duracağam, ölüm gələcək, haqlayacaq məni və mən Allahın qarşısında durub cavab verəcəm. Artıq bu söz mənim ağzımdan çıxdısa, artıq mən o sözün nədir, quluyam. Nə qədər ki mənim ağzımda durursunuz, o mənim qulumdur. Çıxdı mənim ağzımdan, artıq mən onun qulu olaram sözün. Əssalam. Sonra Fudayl ibn İyad rahimehullah deyir ki, həmçinin deyir, ünsiyyət olaraq deyir, insana Quran kifayətdir. Ünsiyyət olaraq insana Quran, yəni Allahın kitabı kifayətdir. Ramazan ayı gəlir. Quran ayıdır, Ramazan ayı. Hətta sələflərdən gəlib ki, onlar başqa işlə məşğul olmazlar. Ən əsas da Quranı oxumağa, Qurana tədəbbür etməyə, Quranla maraqlanmağa daha çox üstünlük verirdilər. Ramazan ayıdır. Ümumiyyətlə, yəni müsəlman bir kimsə Allahın kitabını oxumağı öyrənməlidir. Görürsən ki, təəssüf ki, nə qədər qardaşlarımız var ki, hansı ki, müəyyən bir yaşa çatıblar, ibadətdədirlər, amma Quranı oxuya bilmirlər. Quranı oxuyub öyrənməyə nə var? 28 hərflər həmdir. 10 gün öyrənən də var, 1 ay öyrənən də var, 3 gün öyrənən də bu hərfləri. Bir ayın içində oxuyan qardaşlar var. Artıq nə edir? Öyrənəndən sonra başlayırlar nə etməyə? Oxumağa. Ona görə də yəni çalışın ki, Allahın kitabını, yəni Quran-ı Kərimi oxuya bilməyən varsa, Ramazan ayı daxil olana qədər öyrənin. Yox da elə Ramazan ayında öyrən. Ramazan ayında öyrən və Ramazan ayında nə etkinə başla oxumağa ki, savabı daha çox mükafat, daha çox savab qazanır. Çünki Ramazanda Quran oxumaq, qardaşlarım, digər ayda yəni Quran oxumaqdan savabı daha böyükdür, daha çoxdur savabı. Yəni digər aylardakı kimi deyil onun mükafatı savabı. Ramazanda daha çoxdur. Siz təsəvvür edin ki, bütün səməvi kitablar, Tövratdır, İncildir, Zəburdur, bunlar hamısı Ramazan ayında gəlib. Hamısı Ramazan ayında nazil olub. 27-ci gəlib ki, hədisləri, 27-ci gecə Allahın kitabı, Quran-ı Kərim nazil olub. Dünya səmasına və oradan sonra 23 il ərzində Peyğəmbər sallallahu aleyhi ve selləmə ayə-ayə Cəbrail aleyhissalam vasitəsilə o Quran ayətləri nazil olub. Yəni bu möhtəşəm bir kitabdır. Adi kitab deyil, qardaşlarım. Riyaziyyat kitabı deyil, ədəbiyyat kitabı deyil, fizika kitabı deyil. Onlarda hamısında nöqsanlar var. Hamısında səhvlər var. Çünki insanlar yazıb o kitabları. Mesela onları başqası çıxır, deyir, burada belə olmalıdır, burada belədir. Yəni, o kitabları oxumuşuq məktəb vaxtı, qalıb orada hamısı. Salam. Amma Allahın kitabı elə deyil. 14 əsrdə oxunur. 14 əsrdə oxunur və bir qiyamətə kimi də oxunacaq. Bizdən sonra da oxunacaq. Və oxunmaqdan da əlavə, qardaşlarım, əzbərlənir. 6236 dənə ayə, 114 surə əzbərlənir. Mədrəsələr var, yetişdirirlər. 6 yaşında, 10 yaşında hafizlər çıxır orada. Quran-ı Kərimi əzbər bilirlər, əzbər. Hardan desən, oradan cavab verilir. Hər gün namazlarda oxunur. Var belə bir kitab, hər gün oxunsun, əzbərlənsin. Riyaziyyat kitabı var, hansı ki əzbərlənir, yoxdur. Ola bilər, kimsə indi hansısa bir riyazi sahə ilə məşğuldur, fakültədə oxuyub, biraz oxuyub əzbərliyib orada, qayda qanunlara. Salam. Amma Allahın kitabı elə deyil. Görün, Allah Taala necə bir kitab göndərib ki, əzəmətli bir kitab. 14 əsrdə insanlar bunu oxuyurlar. İnsanlar oxuyurlar və tabe olurlar. Və heç kəsdə oxudan bir dənə səhv tapa bilməyib indiyə ki. Nə qədər insanlar çıxıb, çalışıblar ona uyğun bir kitab gətirsinlər, kitab yazsınlar ki, insanlar ona yox, bu kitaba meyl etsinlər, xeyr olmayıb. Xeyr olmayıb. Ona görə Allah Taala nə deyir? Bacarırsınızsa bir surə, bacarırsınızsa bir ayə, bir hərf gətirin. Götürür də bacarırsınızsa bütün dünyaya deyir Allah Taala, bütün bəşəriyyəti deyir.
Bacarırsa gətirin, buna oxşasın. Yox, mümkün deyil, heç kəs də gətirə bilmir. Ecazkarlığı, möcüzəsi möminlər üçün nədir? Şəfadır o kitab. Mömin oxuduqca Allah Subhanahu taala ona bərəkət verir o kitab sayəsində, səbəbilə. Ucaldır. Ona görə Quran-ı Kərimi ayətlərini oxuyan, ayətlərini bilən insana Allah taala qiyamət günü dərəcələrini qaldıracaq. Sahabələr oxuyurdular, əməl edirdilər, sonra keçirdilər, digər ayətlər oxuyurdular. İnsanlar yəni Allahın kitabı bir müsəlman üçün həyat kitabıdır, yaşamaq üçün, həyatını sürmək üçün. Yəni belə bir kitab yer üzündə yoxdur, qardaşlar. Mümkün deyil. Çünki Allahın kəlamıdır. Başqa kitablar insanların sözləridir, amma Quran-ı Kərim isə Allahın nədir? Kəlamı olduğu üçün ona görə də ünsiyyət olaraq insana Quran kifayət edir ki, insan nədir? Otursun, oxusun, tədəbbür etsin, fikirləşsin. Ramazan qabağıdır, oxumaq lazımdır. Həmçinin deyir ki, Fudeyl ibn İyad rahimehullah elm olaraq deyir, Allah qorxusu insana kifayətdir, elm olaraq. Həqiqətən də əgər insan bu bəzən görsən eşidirik, onu da elə bu dinsizlər, imansızlar deyir, onlar deyir ki, Allahdan niyə qorxmalıyıq? Allahı sevmək lazım. Niyə qorxum mən Allahdan? İnsan əgər bir şeydən qorxusu yoxdursa, bu rahatlıqla o şeyi aşıb gedəcək. Rahatlıqla aşıb gedəcək. O qədər insan Allahdan həm qorxmalıdır, həm Allahı sevməlidir, həmçinin ümidlərini kəsməməlidir. Bu üç dənə sifət bir mömində olmalıdır həmişə. Həm Allah qorxusu, həm Allah sevgisi, həmçində Allah Subhanahu taala nədir? Ümidləri üzməmək, ümidləri itirməmək heç vaxt. Çünki Allah qorxusu olmasa insanda, insan günahlara rahatlıqla gedəcək. O günahları rahatlıqla aşacaq. Amma Allah qorxusu olanda insan fikirləşir ki, nəfsi ilə tək qalanda o günahlara getmir. O Allahın qorxusu onu saxlayır ondan. Sevgi yox, qorxu. Bu adi həyatda da belədir. Biz valideynlərimizdən həm qorxmuşuq, o ilə bərabər sevmişik onlara. Qorxmuşuq ki, atamız gələcək, görər bizi, danlayacaq, döyəcək, filan şey edəcək. Amma bu ilə bərabər biz ona, atamıza, anamıza qarşı sevgini itirməmişik. Əksinə sevmişik də. Atamız döyüb də, anamız döyüb də, amma yenə də sevmişik. Həmçinin Allah Subhanahu taalanın müsəlmanlara əmr etdiyi Allah qorxusu da belədir. İnsan Allahını sevir, həmçinin Allah Subhanahu taalanın qorxur. Niyə görə qorxursan? Çünki bilirsən ki, zinaya görə cəza var. Bilirsən ki, içkiyə görə cəza var. O Allahı sevmək lazımdır, ancaq deyənlərə baxırsan ki, içir də, yenə deyir Allahı sevməlisən. Zina da elə, yenə deyir Allahı sevməlisən. Günahların içində boğulur, deyir Allahı sevməlisən. Yaxşı, bilsən, günahların içində batırsan. Həmçində Allahdan nə etmək lazımdır? Qorxmaq. Ona görə elm olaraq insana Allah qorxusu kifayətdir. Çünki insan Allahdan qorxduqca Allah Subhanahu taala onun elmini artırır. Təqva odur. Təqva odur. Ona görə Allah Taala Quranda deyir ki, ən gözəl libas nədir? Təqva libasıdır. Ən gözəl libas təqva libasıdır. Yəni Allah qorxusudur insanda olması. Yəni Allah qorxusu, yəni təqva şəriə olaraq, yəni Allahın əmrlərini yerinə yetirmək, qadağalarından çəkinmək deməkdir. Əmrlərini yerinə yetirsən, qadağan etdiyi şeyləri nə edirsən? Çəkinirsən. Ona görə insan Allahdan qorxduqca Allah Subhanahu taala nədir? Onun elmini artırır. Elmini artırır, dərəcələrini artırır. Yəni Allah qorxusu, təqva rozinin gəlməsi deməkdir sənə. Yəni hər bir şeydir. Yəni təqva hər bir şeyin başındadır. Sonra Fudeyl ibn İyad rahimehullah 4-cü nəsihət olaraq deyir ki, sevən olaraq yəni ki, elə Allah insana kifayət etməlidir. İnsan hər bir şeyini itirə bilər. Varını, dövlətini, gözün kimsə valideyni itirir. Amma hər bir şeyin əvəzi var. Neynəsə bu dünyada əvəz edəcəksən. Amma Allah Subhanahu taalanı itirən insana heç bir şey bu dünyada əvəz edə bilməz. Heç bir şeyini əvəz edə bilməz. Ona görə də insan nədir? Allah Subhanahu taalanı sevməlidir. Allahın əmrlərini yerinə yetirməlidir. Haramlarından etməli, çəkinməlidir. Uzaq durmalıdır. Yəni Allah sevgisi qazanmaq önəmlidir, qardaşlar. İnsanı Allah Taala ucaldır. İnsanı Allah Taala nə edir? Dəyərləndirir. İnsan nə qədər Allahdan qorxursa, Allah onu nə qədər çox sevirsə, Allah Taalaya nə qədər çox bağlanırsa, Allahın əmrləri nə qədər çox yerinə getirirsə, inşallah Allah Subhanahu taala o insanı daima bütün çətinliklərdən, bütün sınaqlardan, bütün imtahanlardan Allah Taala onu qalib çıxaracaq, başı yuxarı çıxaracaq. Bu mütləq.
Təki imtahan gələ bilər. Heç kəs demir ki, müsəlmanın başına imtahan gəlmir. Və yaxud da ibadə əhlinin başına imtahan gəlməyəcək. Yox, Allah Subhanahu taala da Quranda deyir ki, siz elə bilin ki, yəni üzünüzü gün çıxan tərəfə, yaxud da gün batana çevirməklə biz sizdən əl çəkəcək, siz imtahan olunmayacaqsınız. Xeyr, Allah Subhanahu taala imtahan eləyir insanı. İmtahanı yoxlayır, sınayır. Nə üçün? Yalançıları doğrudan ayırt etmək üçün. Doğrudan nə etməyi? Ayırt etmək üçün. Ona görə də yəni bu qardaşlara qısa bir nəsihət idi, elhamdülillah. Allah Subhanahu taala dua edirəm ki, yəni həqiqətən Allah Taala bizi Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə tabe olan, Allahın və Peyğəmbər sallallahu əmrlərini yerinə yetirən qullarına etsin. Və bizi həqiqətən də Allahını sevən, Allahın əmrlərini yerinə yetirən, qadağalarından çəkinən, Qurana tabe olan, Peyğəmbər sallallahu sünnəsinə tabe olan kəslərdən etsin. Və bizi bu mübarək gözəl Ramazan ayını yetişdirsin. Bu Ramazan ayının orucunu tutmağı Allah Taala bizə nəsib etsin. Və Allah Subhanahu dua edirəm ki, Allah Taala bizə haqqı haqq olaraq göstərsin. Bu haqqa tərəf yürüməkdə, o haqq əhli ilə bir yerdə olmaqda bizi yardımcı olsun. Batılı isə batıl olaraq göstərsin. Və o batildən uzaqlaşmaqda bizi yardımcı olsun. Allah sizdən razı olsun. Subhanəkə Allahumma bihamdik, əşhədən təstəğfiruke və etûbü ileyk.